Süleyman orta məktəbi Şirvanda bitirib, sonra universitetə qəbul olub. Universiteti də bitirdikdən sonra hərbi xidmətə yola salındı. Hərbi xidmətə gedəndən sonra o öz istəyi ilə dedi, mən oxuyub zabit olmaq istəyirəm. Orada da 4 aylıq kurs keçdi, zabit peşəsinə yiyələndi. Müqaviləsi bitəndən sonra gəldi, Oba marketində müdür işləməyə başladı. Şəhid Ağrı Süleymanın mənim boynumda çox haqqı var. Çünki mən ayrı bir şirkətdə işləyirdim. Bəs mənə bir gün təklif elədi ki, gəl bizim şirkətdə işlə, Oba marketdə enerji qrupunda və şirkətdə karyera qurmaqdır, daha irəli getmək kimi şansların olmağını bildirdi. Və mən onun sayəsində bugün hal-hazırda bölgə müdürü işləyirəm. Biz bir məktəbdə oxumuşuq, universitetə hazırlıq vaxtlarında bir yerdə hazırlıqlara getmişik. Sonra illər keçdi, adın daşıdığı Obada işləyirdi. Onda mən də diaqnostika mərkəzində işləyirdim. Zamanla elə o Obaya gələndə, alış-veriş eləyəndə münasibət getdikcə irəlilədi. 2019-cu ilin dekabrın 15-i ailə həyatı qurduq. 44 günlük vətən müharibəsi başlayanda sentyabrın 29-unda çağırışla, səfərbərliklə müharibəyə yollandı. Yəni, tez ailə qurmuşdu. 9 ay idi ailə qurmuşdu. Yoldaşımdan sonra da bir dənə qızımız oldu. Gedərkən adını özü qoyub getmişdi. Onun adına layiqli övlad olacaq. Gəlim Mərəm incirməyi, kövlənmişəm dalıqlı. Anam məndən inciməsin, atam işim dalıqlı. Bilirəm qəyməci, biləm uzaqdadır. Veysəloğlu şirkətinin rəhbərliyi ki, hər ay onun maaşını verir. Vallahi hər ay onun maaşı alınanda elə bilirəm ki, elə işləyir orada. Biz valideynlərə də nə lazımdır ki, övladlarımız unudulmasın, həmişə yada salınsın. Allah cəmi şəhidlərimizin məkanın cənnət eləsin, ruhları şad olsun. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar, planlar qırılsa da, qələbəni əldə edən əskərdir, zabit. O sinəsini qabağa verir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. 5 ildir ki, obamız azad, başımız dik, alnımız açıqdır. 8 noyabr Zəfər günümüz mübarək.